Salam, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi bu günləri artıq Çin avtomobillər bazarımıza daxil olur və insanlar hamısı avtomobil alandan sonra avtomobillərə proqram yazdırır. YouTube, Waze, Spotify və digər tətbiqlər. Düşündüm ki, radio insanlara çox əziyyət verir. İnternet aç, radio qulaq, bu çox bezdiricidir. Əsasən də ki, yaşlı kateqoriyalı insanlar bunu edə bilmirlər, internet açmaq, istifadə etmək. Həm də ki, radionu açdıqda biz bilirik ki, megabaytımız çox istifadə olunur, biraz sərfəli olur. Aylıq paketlərimizin xərcləri artır. Ona görə düşündüyüm ki, çox sərfəli qiymətə bu antenanı mən sizə təklif edeyim, hansı ki, internetsiz radio üçün. Proqramlar yazdıqda sizə bu antenanı demək olar ki, maya dəyərindən aşağı qiymətə verəcəm. Qiyməti kommentlərdə siz plus qoyun, mən də qeyd edəcəm qiymət neçə olacaqsa. Çox sərfəli qiymətə. Demək olar ki, bir aya verdiyiniz megabayt puluna bu antenanı mən sizə hədiyyə verəcəm. Ona görə də tələsin, kampaniyamızdan yararlanmağa çalışın, sayları məhduddur.